Ümumiyyətlə bu dönəm, son dönəmlərdə, bəlkə də son 10 illik deyim, 15 ildə yaxındır, məsləhət baxımından çox gözəl bir vurğuladınız ki, ailələrə müdaxilələr daha çoxalıb. Amma bəzi, təbii ki, gözəl psixoloqlar çoxdur. Bəzi psixoloqlar o ki, məsləhət verirlər bəzi ailələrə, problemli olan ailələrə, söz-söhbətdə olan ailələrə, hətta o mən nəzərdə tutduğum bəzi psixoloqların %99% deyir boşan. O problemi həll eləmək əvəzinə ona kömək, bax mən özüm, bəlkə də yadıma gəlmir say nə qədər o psixoloqlar ki, bəzi psixoloqlar deyirlər get boşan, mən o ailələri barışdırmışam. Mən o ailələrin söz-söhbətlərini həll eləmişəm. O ki, deyirdi, sənin çıxış yolun ancaq boşanmaqdadır. Mən şəxsən o ailəni barışdırmışam. Bu da böyük sosial müharibədir. Daha sosial, yəni dünyada böyük sosial şəbəkə müharibələrdir. Hər şey oradadır. Evin içi də, çölü də, yatağı da, üzrüstə, yeməyi də, içməyi də, varlığı da, hər şey böyük sosial şəbəkələrdədir. İndi biz özümüzə dönək. Biz nəyə görə ailə dəyərlərimizi bəzi çox şükür ki, gözəl ailələr də var, sizdir, bizdir və gözəl ailənin dəyərini yaşadanlar da var. Təəssüf olsun ki, gənc nəsilə biz bunu tərənnüm eləyərək, bəzi sosial şəbəkələrdə problemlər var. Ailə bizim üçün dəyərlidir, gözəl vurğuladınız. Ailə məhrəmiyyəti var da. Artıq sosial şəbəkələrdə ailə məhrəmiyyətindən kənara çıxırıq. Bəzi insanlar pul qazanmaq üçün, özlərini, öz karyerlərini reklam etmək üçün artıq ailə məhrəmiyyətini insanlardan kənara çıxırır. Ailə məhrəmiyyəti deyilən, məsələn, bax, çox təəssüf olsun, son zaman mən özüm həm də araşdırmacıyam da, bilirsiniz, mən məcburam bu şeyləri araşdıram, baxam, qarşıma çıxanda da məcburam, Allah da şahiddir, baxmaq istəməsəm də, amma araşdırmacı olduğum üçün məcburam baxam. Baxın, dünyaya uşaq gəlir, doğuş zamanı olan videolar çəkib sosial şəbəkələrə vururlar. Hətta canlı yayım açırlar. Bu bizim ailə dəyərimizin ən məhrəmiyyətdir, məhrəmiyyət bir mövzusudur. Bunu açıq, aşkar, mən deyərdim cinayətdir bunu eləmək. Amma bəziləri öz karyeralarını, bəzi həkimlər öz adlarını və yaxud belə deyək də müştərilər çox olsun deyə açıq aydın bunu göstərmək, bax belə ailə problemlərinin olmasına gətirib çıxardır. Bəzi insanlar var ki, baxın, həkimlərdə var, estetik həkimlərdə o, nə deyirlər o bədən? Plastik əməliyyatı açıq aydın, bir dənə üzü göstərmir. Hə, nə var? Amma bütün bədənini qoyur çölə. Bunun gənci var, gənc ailəsi var, qız yeniyetmə qızları var, yeniyetmə oğlanları var. Sən nəyə aşılıyırsan? Sən indi 5 manat üz üstünə dünənki verişdə dedim, səni zəqqum yiyəsən elə. 5 manat pul qazanacaqsan, amma mənim nəslimi, onun nəslini gələcəyini yoldan çıxardırsan.